Herkese selam dostlar. Artık bir ildən sonra qayıtdım yenə YouTube videoları çəkməyə. Bundan sonraki videolar daha çox Framer ağırlıqlı olacaq. Yəni Framerə daha çox üstünlük vermək istəyirəm. Bildiyiniz kimi çox yeni bazardır və bizim Layer University ilə yanaşı istəyirəm ki, YouTube kanalına da belə ara sıra tutoriallar çəkim, yüklüyüm. Sizə də hansı mövzular daha maraqlı olsa deyə bilərsiniz, onlardan yenə çəkə bilərəm. Bu yaxınlarda Framer'in çox yaxşı dinamik filtr adında bir funksiyası çıxdı. Bu funksiyanı öz yeni template'imə tətbiq eləmişəm. Bundan danışacağam. Funksiya necədir? Məsələn, sizin çoxlu CMS-dən gələn məlumatlarınız var. Bunları yuxarıda məsələn bu tipli tablarla filtrləyə bilirsiniz. Axtarış qoya bilirsiniz. Toggle açıb bağlamaq, on-off funksiyası qoya bilirsiniz. Daha search qoya bilirsiniz, mən search dedim deyəsən. Sonra drop down-dan seçə bilirsiniz və s. Bu tipli çoxlu funksiyaları var. Bunun bir-ikisini burada yoxlamaq istirdim. Bu göstərdiyim bir template-dir. Bu template-in digər bir səhifəsi də var. Burada axtarış, daha doğrusu xidmətlər bölməsi var. Xidmətlər bölməsində çox cüzi bir fərqli filtrləmə istifadə etmişəm. Bunu bu videoya çatdıra bilməyəcəm, amma ki dinamik filtrin ikinci videosu kimi çəkmək istəyirəm. Baxın, bu xidmətlərdir. Kliklədikcə xidmətlərin daxilləri dəyişir. Bunlar hamısı CMS-dən gələn məlumatlardır. CMS-lərim də buradadır. Xidmətlər, xidmətin detalları, bloklar, işlər, worklər və s. Bu tipli davam edir. Gəlin indi bunu biz sıfırdan Framer'də çəkək. Lovely Package adında bir layihə açmışam burada, adı özü verib. Bunu gəlin sıfırdan özümüz tətbiq edək. Bunun üçün əvvəlcə mən Framer'də girəcəm CMS bölməsinə. Elə bunu birbaşa bloklardan başlayacağam. Burada add blok sample eləyən kimi özü blokları hamısını yaradır. Blokların da kateqoriyalarını göstərir burada. CMS, Basics, Protips və s. bunları dəyişə bilərik. Növbəti videolarda, indi bu blokdur, növbəti videolarda məsələn case studylərimiz üzərindən edə bilərik. Məsələn, bizim çoxlu taki işlərimiz var. Müştəri işləri yaxud da portfolyomuz var. Bu hissəni artıq blok yox, case study kimi eləyə bilərik. İndi gəlin birinci blokdan başlayaq. Bizim bloqumuzda nə var? Başlıqlar, slug tekstimiz var. Axtarış bu URL-in sonunda yazılan tekstdir. Date var, şəkil var, content var. Burada kateqoriyaları var. Bu kateqoriyaları biz dəyişə bilərik. Yəni məsələn silirəm və ya məsələn protips elədim, dəyişdi contenti ya da 3 dənə də seçə bilərəm. Bunu x vuraq bağlayaq. Bu həminki kateqoriyaları buradan artıra bilərik. Artıranda gedir yenə orada seçim çoxalır. CMS-in içərisində buna bağladım. İndi buna back eləyək. Baxın, biz CMS-i yaradan kimi özü burada avtomatik bir dənə blok səhifəsi və bunun detal səhifəsini gətirir. Bu bir baxıma yaxşıdır. Sonra özümüz də sizə əlavə edə bilərik. Amma gəlin elə bunun üzərindən gedək. Burada kliklədim layer'lar bölməsinə. Bunu full screen eləyəkmi? Yaxud da maksimum ölçü verək 1200 olsun və bunu da fill edirəm ki, bütün ekranı doldursun. Biraz gəlin burada bu şəkli dəyişək. Şəkli mən biraz böyütmək istəyirəm, amma bu şəkildə eləməyək. Bunu seçdim artiklı. Bu üstdəki artikelləri seçirəm, gəlirəm sağ tərəfə. Buna grid view verəcəm. Call sayı 3 dənə olsun. Sonra gəlirəm birincini seçirəm. Bunu da buradan relative edəcəm. Qoy doldursun. Ya da fill olsun. Hələ ki şəkli seçirəm. Şəklə də fill verəcəm buradan. Şəkillə tam doldursun. Doldurdu, amma yuxarıdan aşağı eləyək. Şəkil yuxarıda, digərləri bunun altında olsun və bunlar soldan başlasın hamısı. Bu şəkildə yaxşıdır. Hələ ki qalsın, sonra davam edərik bu hissəyə yenə də. Sonra gəldim buradan desktopu seçdim. Sağ-sol ölçülərinə, buna marjinlərə verdim 32 piksel, bu da 32 olsun. Yuxarı hissəsi 160 qala bilər. Hətta istəyirsiniz gəlin bunu biraz balaca eləyək, 120 olsun. İndi bunu filtrləmək üçün gəlirəm sol tərəfdə layer'larda article seçdim. Bu işarəni görürsünüz, bu CMS-in işarəsidir. Yəni bu məlumat CMS-dən gəlib. Bu ən üstdəki CMS layer'ını seçirəm. Çünki bunun altındakı bu elementdir. CMS-də bilirsiniz, digərlərinə kliklənmir, amma birincinin üzərində nə editlənmə eləsəniz, digər hər birinə tətbiq olunur. Buna görə birinci bu həminki digər elementlərin bir nümunəsidir. Onun üzərində işlər görə bilirik. Buradan artiklı seçdim. Baxın, hamısı birlikdə olanı. Sonra gəlirəm sağ tərəfdə filtr bölməsi var. Filtrə kliklədim.
İndi biz bayaq burada baxmışdıq CMS, Prototip, Basic və s. Bunlar CMS-in içərisində kateqoriyadan gəlirdi deyə. Mən də gəlirəm bunu kateqoriyada. Burada kateqoriyanın nümunələri var. İndi deyirəm ki, bunu sən kateqoriyada tab kimi filtrlə mənim üçün. Tabı kliklədim. Baxın, gəldi, düşdü hamısı bura. Bunu biz yuxarı çora da çıxara bilərik, fərqi yoxdur. Yəni istənilən formada bu CMS-in daxilindədir deyə işləyəcək. İndi gəlin bir dənə play eləyək, baxaq. Baxın, CMS kliklədim, ancaq CMS-dən olanlar gəldi. Basic elədim, Basic gəldi. Prototip varsa buna gələcək və Update. Burada da All. Sonra geri qaydırıq. Əgər istəsək, bu kateqoriyaları buradan silə bilərik. Bunu sildim, görünməsin. Bunun dizaynını dəyişə bilərik. Üzərinə 2 dəfə klik elədim. Açıldı bu hissədə. Bunu da seçirəm. Komponentin özünə apardı bizi. Gələk burada. Radius orada. Buna 0 verdim. İçinin rəngini də neyini? Qara rəng mi eləyək? Elədik. 15% yox. Buna da məsələn 100% elədim. Bu default versiyasıdır. Default versiyanın gəlin içərisi ağ olsun. Tekstimiz buradan gəlirəm. Teksti qara rəngdə seçirəm. Aktiv versiyası, yəni seçilmiş versiyası. Bunun içərisindən istəyirəm ki, qara olsun. Qara elədim. Digər qala bilər. Bək eləyək. Belə. İndi gəlin buna istəyirsiniz bir dənə border verək. Seçdim. Adi formada borderi olsun. Bu da hətta istəyirsə qara olsun belə. Border buna da tətbiq olunur. Biraz çox çobudumsu göründü, amma olsun. Əvvəlki dizayna uyğun eləmək istəyirdim. CMS səsində baxın, dəyişdi. Bək elədik, gəldik bura. İndi bir dənə geri qaydaq. Gəlin də bu dizayna oxşadaq bizimkinə. Uyğun olar mı bilmirəm. Radiusunu 0 qoydum. Bayaq öz dizaynımda bu başlığı yuxarı atmışdım. Sonra bunu vertikal eləmişdim. Yox, horizontal eləmişdim. Ara məsafələri space between olsun. Biri solda, biri sağda qalacaq. Teksti də seçdim. Daha doğrusu date'i. Bunu da fit content edirəm. Özünə yapışsın. Sonra bunları ola bilər. Qalsın belə. Sonra border verirəm buradan. Şəklə də verə bilərik. Buradan yuxarıda tekstləri seçdim. Bunların da aşağısına border verəcəm. Kliklədim. Yuxarısı 0, solu sağı 0, 0, aşağısına 1. Bu sol tərəfdə 0 olsun. Bunları da verə bilərik. Fil elədik. Deyirik ki, horizontal ol, amma ki, start başdan başla. Onun da yuxarısına gəlin, filtr, xət verək. Border. Bunu qara rəng elədim. Yuxarısı 1, qalan digər tərəfləri 0 verdim. Sonra bu kartın özünü seçdim. Gəlirik. Burada. Buradaymış qəp. 0. Yox, Y qəpi 0 olsun. İndi bunlarda biraz da məsafə verə bilərik. Yuxarıdakı elementi seçdim. Padding bölməsində biraz yuxarı 8, soluna sağına 16 mı versək yaxşı olar. Bu da 8 olsun, 16 olsun. Ya da 12 daha yaxşıdır. Sonra gələk aşağıda. Onlara da biraz padding verək. Eyni formada verəcəm. Yuxarı 8, sol sağ 12, bu da 8, bu da 12. Belə. Bunların dizaynını da dəyişə bilərik. Bu da CMS-dən gəlir deyə baxın burada kateqoriyalar. Birincinin dəyişəndə hamısı dəyişəcək. Dəyişmək üçün border. Borderləri bütün də olsun. Bizdən biraz çox kobud tipli bir dizayn oldu. Amma fil rəngi yaxşıdır. Belə olsun. Ya da fil rəngi olmasın. Sonra burada CMS artikelini seçdim. Bunların öz ara məsafələrini biraz artıra bilərik. X xətti, yəni belə ara məsafəsini 32 qoydum. Yuxarıdan olan ara məsafələrini 48 qoydum. Bundan əlavə, baxın, burada bir dənə də filtr verək. Gəlin artikeli yenə seçək. Bu tablar okeydir. Mən istəyirəm ki, bir dənə əlavə filtr verim buna. Yenə gəldim, filtrlərə kliklədim. Burada add var. İkinci filtr klik edirəm. Bura search qoya bilərik. Search nə üçün istəyirik? Daha doğrusu belə fikirləşək ki, bura gələn insanlar axtarış etmək istəsin, amma bizim blokları adına uyğun axtarsın. Ona görə gəlirəm burada title bölməsinə. Title-da search
field var. Kliklədim. Baxın, bura search-ü gətirdi, atdı. Bu search-ü bu hissəyə də qoymaq olar, yaxud da bunun sağ tərəfinə də qoymaq olar və ya bunu ümumiyyətlə çıxarmaq olar üst tərəfə. Bu hissədədir. Götürüb bu hissəyə atdım. Yuxarı düşdü. Bunun özünü bir dənə avtolayat atacağım. Sağ düymədə baxın, burada add stack edirik. Elə öz yaxşıdır. Tam doldurdu. Bu search-də seçirəm və buradan fill edirəm. Deyirəm ki, sən bütün ekran boyu doldur bu hissəni. Buradakı title-ını götürə bilərik və ya axtar da yaza bilərik. Gəlin belə edək. Bunu kliklədim, center elədim. Düşdü bura. Tekstin özünü də seçək. Tekstə biraz ölçü versək, məsələn 24. Ona rəngini qara eləyək. Buranı nə yazaq? Axtar olsun, yaxşı. Çox fikirləşdim, axırda axtarı tapdım. Yəni bu ölçünü biraz artıraq. Axtar belə. Sonra bu search inputunu da dəyişə bilərik. İçinin rəngi biraz tündləşdirə bilərik və ya açıq da qala bilər. Sonra rəngi, bu rəng biraz yaxınlaşdıraq. Placeholder'ımız rəngim biraz tünd olmalı. Okeydir, kifayətdir. Bu color yazandan sonra olan rəngdir. Focus da, yəni klikləyəndən sonra baxın necə görünəcəksə budur. Biz qaranın üzərindən 77-yə bunu da qara eləyə bilərik. Ya da istəyirsiniz fərqli olsun deyə mavi də qoya bilərik hələ ki. Hələ ki mavi qalsın. Baxaq necə işləyir. Bu borderlərin ölçüsüdür. Bu 1 piksel qalsın. Bunu back elədim. Transition'ı kliklədim, biraz yumuşaq effekt versin. Bu ölçülərini dəyişə bilərsiniz. Daha doğrusu, yəni necə deyim, saniyəsini, gecikməsini və s. Hələ ki qalsın, buna ehtiyac yoxdur. İstəsə shadow qoya bilərik, ya da istəsə fill edə bilərik, içərisində necəsə dolsun. Bunu hələ ki qoymayacağam. Back eləyək. Elə burada play vururam. Biz də bunu böyüdə də bilərik, bütöv ekranı edə bilərik. Balacalaşdıralım. Burada baxın, fix ölçü verməmişik deyə bu uzanır. Gəlin buna tez geri qaydaq. Əvvəlkinin ölçüsü nə qədər idi? Maksimum ölçü vermişik 2200-ə qədər genişlən. Buna da eyni formada bu inputu seçirəm. Daha doğrusu bunu seçəyim, gəlin. Search-ün olduğu əsas stack-ı seçirəm və burada max ölçü verirəm. Bunu fix edirəm ki, 1200 olub. Bunu dəyişə də bilərik, amma 2200 kifayətdir. Kliklədim, play-ə, bir dənə də yoxlayaq tez. Gördünüz, bura qədər gəldi, sonra genişlənmədi. İndi bura axtar bölməsinə bir söz yazaq, amma məsəl üçün best practice yazacağım. Görək tapa bilirmi? Best yazdım, tapdım. Sonra styling yazsam, bunu da aşağı yuxarı tapır. Klikləyəndə də keçəcək artıq daxilinə. Belə. Bu formada davam edə bilərik. Yenə buradan artiklı seçirik, yəni CMS olanı. Sonra filtrlə kliklədik. İstəsək burada məsəl üçün date qoya bilərik ki, bu vaxtdan sonrakıları axtar. Məsələn, date picker kliklədim, gəldi, düşdü bura. Gəlin bunları indi bir dənə də belə horizontal formada seçək və eyni layoutun içərisinə ataq. Bu ikisini seçirəm, hətta bunları seçim. Çünki bu elementlər hamısı bu stack-ın içərisindədir. Və ya belə edə bilərik. Mən bunu götürüb belə bunun içinə atıram. Burada düşdü birə. Bu stack-ı da seçdim və bunu horizontal elədim. Yəni bunu istəyək aşağıdan başlasın və ya center olsun. Baxın, burada after date sözünü də vizual olaraq bağlayım, bizə mane olmasın. Input'u seçim, bu label'dan seçək, biraz ekranı balacalaşdıraq, sağ düymə vurdum, gəldi bu tərəfə. Bizə burada mane olan kateqoriyanın ölçüsüdür, çünki bu 100% vermişik. Gəlin bunu fill edək. 100% olur ki, yəni sən özün olduğun əsas layoutu axıra qədər doldu, amma ona ehtiyac yoxdur, fill edə bilərik və ya bunu fit edə bilərik ki, sənin tabın nə qədərsə ona uyğun sıxıl, amma bu da işimizi biraz, necə deyim, pozacaq, back edirəm. Fill yaxşıdır burada. Buradan da bu after date-i görürsünüz, yəni bu vaxtdan sonrakıları seç demişik, play edirəm bir dənə, kliklədim. Məsələn, baxın bizə dekabr, yanvar və s. var. Buradan məsələn date-də seçirəm ki, sən yanvardan sonrakıları göstər. Fevralı və yəni hamısı fevralları göstərdi. Belə clear eləyək. Buradan qaydaq, back eləyək. Əgər bunun tablet və mobilini yaratmaq istəyiriksə də yuxarıda desktopun üzərində plus var. Plusu kliklədim və deyirəm ki, tablet versiya yarat. Bunu bir dənə kliklədim. Telefon versiyasını yaratdı. Çünki burada bir problemimiz var. Bunu da bu formada
Vertikal elədik və deyirəm ki, soldan başla. Ara məsafə də verə bilərik. Qəpp bölməsindən biraz. Sonra bu layoutun özündə də əsas layoutda sağ-sol 32 idi. Bunu da 16 piksel qoyuram. Bir dənə seçdim 16 piksel. Burada biraz bloklarımız qarışıb. Burada onu necə eləyirik? Baxın, mən burada artikel olan CMS-i seçdim. Onu bizə göstərəcəkmi? Gəlin bunu yığaq, telefonda baxaq. Tabletdə yığıram. Baxın, telefonda da yenə artikli göstərir. Əsas artikli seçdim, CMS-dən gələni. Gəlirəm sağ tərəfə, burada grid 3 kol idi. Telefonda deyirəm ki, sən 1 kol ol. Balacalaşdırdım, 1 kol oldu. Qəppi də yuxarıdan olan məsafəsidir. Yəni, Y-ox üzərinə bu həmin məsafə idi. Bunu da balacalaşdırdıq. Hətta tabletdə də deyə bilərik ki, sənin gridin 2 kol olsun. Belə. İndi gəlin bir dənə responsivliyinə baxaq. Kliklədim. Böyütsək 1200-dən yuxarı qalxmayacaq. Balacalaşanda da tabletə keçən kimi 2 kol olur. Biraz da balacalaşdırırıq. Mobil olan kimi də 1 kol olacaq. Üzərinə UI dəyişiklikləri çox eləmək olar. Mən sadəcə filtr necə işləyir və bunu çox rahat formada CMS-ə necə tətbiq eləyərik. Əsas mövzumuz bu idi. Növbəti videoda buna baxarıq. Bunun işləmə formasına biraz daha UI yaxşı olan bir iş görərik bunun üzərində. Bu layihənin remix linkini buradan kopyalayıb fayllar bölməsində fayla gələk. Copy remix edirəm. Videonun aşağısına əlavə edəcəm. İstəsəniz götürüb nümunə kimi baxa bilərsiniz. Hətta gəlin burada biraz background-da istifadə eləyək. Daha yaxşı görünsün. Rəngimiz bu idi. Bunu hələ style eləməmişəm. Bu rəngi təzə istifadə işlədirəm. Yapışdırıram bura. Düşdü mü? Hə, düş. Əla. Rəngləri biraz qarışdı. Nəysə, buradan götürüb istifadə edərsiniz. Hətta bu layihəni qurtarmamışam, yoxsa bunu da paylaşardım. Bunu da bitirim və pulsuz formada paylaşacağım. Baxarsınız, yəni növbəti videoya qədər bitirərəm yəqin ki. Növbəti videoda bu layihənin remixini paylaşacağım. Girib istifadə edə bilərsiniz. Hər bir şeyini bu layihənin CMS-i də daxil. Aşağıda bir dənə Framerə qeydiyyat linki paylaşacağım. Onu da istifadə edib Framerə qeydiyyatdan keçirə bilərsiniz. Hələ Framerə yeni başlamısınızsa və ya başlamamışsınızsa başlayarsınız. Belə, növbəti videolarda görüşərik. Bundan sonra daha tez-tez video çəkəcəm, çalışacağım çəkməyə. İstədiyiniz bir mövzu varsa rəylərə yazarsınız, çəkərik. Altda da video. Hələlik özünüzə yaxşı baxın.